Bu gecə Qədr gecəsinə ehtimal olunan gecələrdən biridir. Üç gecənin üçü də istiğfar və dua gecəsidir. Amma bu üç gecə arasında bölgü aparsaq, 19-cu gecə ayrılır istiğfar üçün. İstiğfar nə deməkdir? Yəni, pislikləri, günahları etiraf edib, pisliklərdən qopmaq, ayrılmaq. Günahlardan qopmaq. İkinci Əhya gecəsində yaxşılıqlara diqqət eləmək. Yaxşılıqları, gözəllikləri görüb, ona sahib olmağı arzulamaqdır. Pisliklərdən peşman olan insan yaxşılıqlara üst tutmalıdır və yaxşılıqlara qovuşmağın həsrətini yaşamalıdır, arzulamalıdır. Allahın bəzi qəmlərdən xoşu gəlir. Kədər yaxşı bir şey deyil. Amma kədərin, qəmin bəzi növləri var ki, onlar bəyəniləndir. O qəm hansı qəmdir? Yaxşı olmaq həsrəti, yaxşılıqlara sahib olmaq həsrəti. İnsan ah çəkir ki, kaş belə ola bilərdim. Bu ahdan Allahın xoşu gəlir. Bu qəmdən Allahın xoşu gəlir. Bu pozitiv qəmdir, belə demək mümkünsə. Acı qəm deyil, şirin qəmdir. İnsan həsrət çəkir ki, kaş yaxşı ola bilərdim. Kaş filan xüsusiyyətlərə sahib ola bilərdim. Ramazan ayının vida duası var, İmam Səccad əleyhissalam oxuyub. Vida duasında belə bir söz var. Əssalamu aleykə min şəhrin qərubət fihil amal. Yəni, salam olsun o aya ki, arzuları yaxınlaşdırır. Yəni, arzulara çatmaq şansı çoxalır bu ayda. İstəkləri yaxınlaşdırır adama. Arzulara çatmaq üçün ən münasib aydır. Arzular nə qədər əl çatmaz olsa da, bu ayda arzulara qovuşmaq asanlaşır. Dua nə deməkdir? Dua. İndi biz dua eləyəcəyik də, hamımız dua üçün toplaşmışıq. Dua arzunun dilə gətirilməsidir. Duanın mənası budur ki, dua arzunu ifadə eləməkdir. Buna deyirlər dua. Hər birimiz duadan qabaq, mən sizə müraciət edirəm, arzularımıza baxaq, səviyyəmizi müəyyən eləyək. Arzularımız səviyyəmizin güzgüsüdür. Kimsən, istəyirsən biləsənsə, kimsən, mənə de görüm, nə arzuluysan. Arzuların kimliyin göstəricisidir. Kimliyin arzuların qədərdir. İstəklərin qədərdir. İnsan bu gecə soruşsun özündən ki, mənim ən böyük arzum nədir? Mənim arzularım nədən ibarətdir və onların ən böyük hansıdır? Keçən gecə yadınızda dedim ki, insanın insanlıq yoluna qədəm qoyduğu zaman birinci mərhələ nədir? Birinci mərhələ etirafdır. Pislikləri, xətaları qəbul eləməkdir ki, məndə bu pisliklər var. Bu, hər kişinin işi deyil. Bu, əlamətdir ki, insan diridir. O adam ki, irad qəbul edir, tənqid qəbul edir, özündə olan eyibləri görür, bacarır bunu görmək və dilə gətirə bilir, etiraf edə bilir Allahın huzurunda. Bu, göstərir ki, bu adamdan nəsə çıxa bilər. Bu, yoxdursa heç nə, insan heç nə alınmaz insandan, heç nə çıxmaz. İnsan bu vasitə ilə özünü göstərə bilir ki, məndən nəsə çıxa bilər. Mən nəsə ola bilərəm həyatda. Bu başlanır pisliklərin etirafından.
tənqidi qəbul eləmək göstərir ki, insan istiğfar əhlidir. Bir adama tənqid eləyəndə əsəbləşirsə, o insan deməli tövbə əhli deyil. Çünki tövbə əhli olan, öz eyblərini etiraf eləməyi bacaran başqalarından da tənqid eşidər. Eşitmirsə, əsəbləşirsə, bu xəstəliyin siqnalıdır, göstəricisidir. Birinci mərhələdə insan səhvlərini etiraf edir, üzrxahlıq edir və Allahdan kömək istəyir ki, Allah onu bu pisliklərdən ayırsın. İkinci mərhələ nədir? İkinci mərhələ yaxşılıqlara sahib olmaq. Qədrur rəcul, əleyhissalam buyurur, Qədrur rəcul alə qədri himməti. İnsanın qiymətini bilmək istəyirsənsə, hədəflərinə bax, nə üçün yaşayır, nə üçün çalışır, o qədər qiyməti var. Çox üzr istəyirəm, bu hədis olmasa ayıb olardı bunu demək, amma hədisdir. Deyir, bir insanın bütün himməti yeməkdirsə, qarnını doldurmaqdırsa, onun qiyməti, üzr istəyirəm, o qarnından çıxanlar qədərdir. Belə də, bu qiymətdə də adamlar var. Bu dəyərdə də adamlar var. Bu gecə fürsətdir bizə, özümüzlə xəlvətdə qalaq, görək nə qədərik, qiymətimiz nə qədərdir. Qiymətimizi necə bilək, görək dərdlərimiz nədir, istəklərimiz nədir, arzularımız nədir, himmətimiz nədən ibarətdir. Qədr gecəsi dəyəri üzə çıxardır, hər bir adamın dəyərini. Adam nəyin qəmin çəkir, nəyin həsrətini çəkir. Elə şeylərin hərdən qəmin çəkirik ki, bir ah çəkmək hayıfdır o şeylər üçün, ayıbdır. Biz qiyamət günü ahlarımızdan utanacaq ki, deyəcək, o boyda yekə kişi idin, oturub bunun dərdini çəkirdin. Sabah görəsən nə olacaq, birisi gün nə olacaq. Ruzi qəmi çəkirdin, bir halda ki, mən var idim. Mən ola. Ruzunun dərdini çəkirdin. Biz arzularımızın səviyyəsini artırmasaq, dinlə bizim aramızda uçurum yaranacaq. Dinlə insan nə zaman uyğunlaşır? O zaman ki, arzuları böyüdür. Çünki din insanı yüksəyə çağırır. Dinin əsas xüsusiyyəti budur. Din insanı ucalığa dəvət edir. Din adamı gəlməyib təkcə bədbəxtlikdən qorusun. Din gəlməyib ki, insanlar 5-10 günahı tərk eləsinlər, bədbəxt olmasınlar. Deyir, məsələn, övladımız namaz qılır, şükür Allaha, narkomaniyadan uzaq olar, pis vərdişlərdən uzaq olar. Bəli, din bunu eləyir, amma bu dinin maksimumu deyil. Din buna görə gəlməyib ki, cavanları pis vərdişlərdən uzaqlaşdırsın. Din bunu edir, amma bu dinin əsas hədəfi deyil, məqsədi deyil. Dinin əsas missiyası nədir? İnsan xoşbəxtliyinin zirvəsinə insanı çatdırmaq. İnsan xoşbəxtliyi. Bunu tapmaq lazımdır ki, bu insanın xoşbəxtliyi nədədir? Və o xoşbəxtliyin zirvəsi var. Din gəlib o zirvəyə adamları çatdırsın. Bəzi insanlar anlamır insan hansı zirvəyə qalxmalıdır deyə, bəzi günahları da başa düşmür. Bu niyə günah olmalıdır? Mən keçmişdə bu misalı demişəm. Bir adam görsən dağa qalxır, dağa qalxanda deyirlər ki, ayaqqabının bağını bağla. Bilirsiniz, balaca bir şey görünür, amma zirvəyə gedən adam üçün ciddi problem ola bilər. Ciddi problem ola bilər. Bilməyən ki, hara qalxacaq, deyir ki, məsələn, 5 addım yol gedirəm də, nə olacaq bundan? Amma ona ciddi tapşırırlar, çünki zirvə çox yüksəkdir deyə, orada xırda şeylər də əl-ayağa dolaşır. Ona görə din bəzi şeyləri deyir, qadağandır, çünki hədəf çox yüksəkdir. O hədəfə getmək üçün bu şeylərdən keçməsən olmur. Amma adamlar başa düşmür, deyir, burada nə var, xırda bir şeydir, bunun nəyə görə günah olmalıdır bu? Çünki bilmir hara gedəcək, zirvə nə qədər ucadır. İnsan həyatının fəlsəfəsi haqqında düşünməyə yığışmışıq bura. Ramazan kimlik haqqında sualın cavabıdır, mübarək Ramazan ayı. Ramazan ayı deyir ki, insan kimdir? Səssiz, səmirsiz Ramazan ayı bunu izah edir adama. Ramazan ayı danışır insanla. Başa salır ki, insanın himməti qarnı olmamalıdır, mədəsi olmamalıdır. Böyük hədəflər var. Mən bir söz deyim, bunu keçən illərdə demişəm. Bu söhbəti mən danışmışam, biraz fərqli şəkildə.
Bugün də lazım bildim təkrar olaraq bu söhbətə toxunum. Biraz fərqli şəkildə toxunum. İnsan düz yaşamağa gəlməyib. İnsan yenidən doğulmaq üçün gəlib. İnsan gəlib yenidən doğulsun. Biz biyoloji olaraq varıq, mövcuduq və gəlmişik yeni bir həyatla təzdən doğulaq. Biz gəlmişik ki, təzə həyat əldə eləyək. Gəlmişik ki, biz diriliyi əldə eləyək. Bunun dəlili nədir? Quranın ayəsidir. فَلَنُحْيَنَّهُ حَيَاتًا طَيِّبَةً Biz insanları, iman gətirənləri pak bir həyatla dirildərik. Demir onlara pak həyat verərik. Deyir, yəni onu təzədən dirildərik, təzədən yenidən diriliyi verərik. Din nə deməkdir? Din dirilmək deməkdir. Ya eyyuhəllədinə amenu istəcibu lillah və lilrəsul İzə dəakum limə yuhyikum Ey iman gətirənlər, Allah və Peyğəmbərin dəvətinə cavab verin ki, diriləsiniz. Diriliyi əldə edəsiniz. Biz bu dünyaya gəlmişik ki, təzədən dirilək. Bu söhbət bu gecəyə münasibdir. Çünki bu gecə ən ali gecələrdən biridir. Peyğəmbərimiz buyurur mömin haqqında: "Yətlubu minəl umur ə'laha və minəl əxlaq əsnaha." Deyir, mömin o adamdır ki, işlərin ən yaxşısını istəyir, əxlaqların ən gözəlini, ən yaxşısını istəyən mömindir. Həzrət Əli əleyhissalam Peyğəmbər salawatullahdan nə soruşdu? Dedi ki, bu ayda ən üstün əməl hansıdır, onu mənə de. Yaxşı əməlləri bildik. Ən üstünə can atmaq mömin xüsusiyyətidir. İmam Kazım əleyhissalam buyurur ki, mən tərəkə iltimasəl məali linqita'i rəcaihi fiha ləm yənəl cəsimən. Buyurur ki, o kəs ki, uca şeyləri arzulamaz, səbəb də nədir? Ümidsizlik səbəbindən. Deyir, ondan heç nə çıxmaz. Mənası nədir? Sadə dildə deyim. Bir adam baxır, deyir ki, məndən bu çıxmaz, alınmaz. O adam ki, deyir, məndən alınmaz, o heç nəyə çatmayacaq. Heç bir hədəfə demək ki, o mənli deyil. Günahkar olsun deyib yoxdur. Arzuda səhlənkarlıq eləmə. Demək ki, bu mənli deyil, mən bacarmaram. Bu söz ən pis sözdür. Şeytanın təlqinidir insana. Deyə bilərsən, axı, mən özümü tanıyıram, məndən çıxmaz da, mən görürəm ki, mən zəif, aciz adamam. Mən bacarıqsız adamam. Cavab budur ki, sən özünə niyə baxırsan? Sən Allahın kərəminə bax. Allahın qüdrəti çatmaz, səni dəyişsin. Belə deyirsən, sonra da sən Allaha inanmamısan. Allah bilirsiniz, hansı günahkarları dəyişib? Sən öz günahkarlığa niyə baxırsan? Sən bax ki, kim sənin əlindən tuta bilər? O da əldən tutanda baxmır. Ümidə baxır, vəziyyətə baxmır. Bu gecə hamıya ümidinə görə verəcəklər, mənəviyyatına görə yox. Və bu sizin üçün ən gözəl, bu gecədən sizə yadigar qalacaq sözdür. Bu gecə hamıya baxıb ümidinə uyğun verəcəklər. Ləyaqətə uyğun qalsa, onda bizə heç nə düşməz. Layiqlik məsələsi olsa. İnsan çox uca hədəf üçün yaranıb. Dünya bu kiçiliyi ilə insana hədəf ola bilməz. Bu məhdud dünyanı özünə hədəf eləyən insanlar ziyankardır. Bu dünya elə bir şeydir ki, birinə bir şey verəndə beşinə çatmır. Məhduddur bu. Lap versə də hər şeyi, yenə də doydurmur səni. Yenə də sənin içində teşnəlik, susuzluq yatmır. Bu dünyanın ən üstün neymətləri azdır sənin üçün. Din insanla bilirsiniz nəyin davasını aparır? Din insanla dəyər davası aparır. Din, peyğəmbərlər gəlir adamın özü ilə dava eləyir, məcazi deyə dava eləyir. Mübahisə eləyir ki, sən qiymətlisən. İnsan deyir, yox, mən qiymətsizəm. Allah deyir, yox, qiymətlisən. Mən sənə istəyirəm, sübut edeyim ki, sən dəyərlisən. Özünü qiymətdən salma.
Din bilirsiniz nə deyir adama? Deyirsən, hər şeyin gözəlinə layiqsən, artığına layiqsən, aza qanı olma. İnsan deyir, yox, mənim maşınım olsun, evim olsun, işim olsun, karyeram olsun, ailəm olsun, filan olsun. Allah deyir, olsun, lap yaxşı, amma bu deyil sənin qiymətin. Hamısı olsun, amma bu deyil, sənin dəyərin bu deyil. Sən hər şeyin maksimumuna layiqsən. Səni mən yaratmışam, tutumumu mən bilirəm. Sənin tutumun sonsuz ləzzətləri həzm eləmək üçündür. Sənin tutumun sonsuz rahatlığı, sonsuz zövqü yaşamaq üçündür. Sən azla qanı olma, aza qanı olma. Bugün bir sansı günahdan tövbə eləyək, az istəmək günahından. Az istəmək günahından tövbə eləyək. Bugün deyək Allaha ki, mən istəmək istəyirəm. Mən çox şey arzulamaq istəyirəm. Mən nə qədər dünyada həbs olunum qalım, nə qədər kiçik arzularla özümü qiymətdən salım. İnsanlara bəzən baxırsan, görürsən ki, gözlərində şövq yoxdur, gözlərində bir yorğunluq var, bədbinlik var. Bu düzgün hal deyil insan üçün. Çünki dirilməyib, arzuları kiçikdir. Adamı bilirsiniz nə dirildir? Böyük hədəflər, böyük arzular. İnsanın gözündə işartı yaradır, ümid işığı yaradır, üzündə təbəssüm yaradır. Üzünə baxırsan, görürsən ki, bu alışıb yanır, bu pozitivdir, bu şaddır, xürrəmdir. Həzrət Əleyhisselam buyurur ki, la himmətəli məhin. Deyir, alçaq adamın himməti olmaz, yəni arzusu olmaz. Pessimist olar, bədbin olar. Cılız adam. İnsan kiçik olduqca arzuları kiçilir. Mən sizə çox demişəm bu misalı, çox demişəm. Bugün də bu gecənin sözüdür ki, deyir ki, bir təyyarə insanı hara qaldıra bilir? İnsanlar təsəvvür edin, təyyarədən necə istifadə etsin? Desinlər ki, bizi gündən qorusun, keçək təyyarənin kölgəsində oturaq. Təyyarənin bu xeyri də var da, adamı gündən qoruya bilər. Qanadının altına girərsən, gün düşməz. Amma təyyarə bunun üçün deyil. Təyyarə səni zirvəyə qaldırmaq üçündür. Bizim çoxumuzun dinə yanaşmamız da budur. Biz dindən maksimum yararlanmaq istəyirik ki, bizi 5-10 dənə bədbəxtlikdən qorusun. Halbuki din səni ucalığa qaldırmaq üçün idi, yüksəyə qaldırmaq üçün idi.